Yox, sən kişisən, sən güclüsən, nə istəsən edə bilərsən. Harda yazılıb axı bu? Bəlkə də düz deyilir, amma biz onu səhv başa düşürük. Kişiyə güclüsən o mənada deyilməyib güclüsən. Bəli. Kişiyə o gücü verməyib ki, sən qadını döyəsən, evdə şiddət göstərəsən, Əlbəttə. uşağı və yaxınlarına təzyiq Əgər kişi göstərəsən. güclüdürsə, kesin və dostlardan biri çox Yəni maraqlı. sadəcə daha çox işləyə bilərsən mənasında gəlib çıxa bilər. Bəli, mən feminizmi heç qəbul eləmirəm. Çünki feminizm qadını kişi ilə bərabərləşdirmək, qadını təhqir etməkdir. Qadını təhqir. Xanımların bəziləri bunun fərqində deyirlər. O Yevtushenkanın sözüdür də, rus yazısının deyir, mən qadını o qədər təhqir etmərəm ki, onu kişi ilə bərabərləşdirim. Qadın yeri var, kişinin kişi yeri var. Bunları O ümumiyyətlə hörmətdən daha da çox deyil. Bəli, Yəni daha incə bəli, məfhum. əlbəttə, yəni elə sahələr var ki, orada qadının gedib işləmək. Yenə də bu kapitalizm bəlasıdır da gəlib. Kapitalizm bəlasıdır. Yenə də tarixi gedirəm. 19-cu əsrdən sonra deyir, sənayeləşmə gəldi. 19-dan sonra qadınlar gəldilər, 14 saat işlədilər istehsal müəssisələrində və ondan sonra artıq dəyərlər başladı problem yaşamağa. 14 saat iş başında olan qadının ailəsinə, uşağına vaxt ayırmaq, o isti ocaq getdi də işinə.